Salam əziz izləyicilərimiz. Mən bu gün sizə 3-cü sinif yarpaq testindən 3-cü sinif deməli riyaziyyat fənnindən səhifə 49-da olan birinci misalın izahını verirəm. Deməli sualımız belədir. Hansı variantda ədədlərdən biri digər ikisinin hasilinə bərabər deyil? Uşaqlar, hasil deyəndə nə nəzərdə tutulur? Baxın, vuruq, hasil. Yəni məsələn, baxın, vuruq, tutaq ki, 5. Məsələn, 5 vurulsun 5 bərabərdir 25. Düzdür, uşaqlar. Bizdən hasili soruşur. Hasil nədir? Baxın, bu aldığımız cavab hasildir. Vuruq, hasil. İndi baxırıq variantlara. 6 vurulsun 5 neçə eləyir? 30 eləyir. Deməli, bizim sualımızın cavabı bu deyil. Bizdən inkarı istəyir. Yəni, bu vuruqla 2 ədədi bir-birinə vuranda cavabımızın doğru olduğunu istəyir və biz də təbii ki, doğru olmayanını istəyir. Üzr istəyirəm. 6 vur 5 30 elədiyinə görə doğrudur cavabımız. C variantına baxırıq. Belə gəldim. Çünki digərini bir-bir izah eləyəcəm. 6 vur 7 neçədir? 42. 6-nı 7-yə vuranda cavabımız 42 edir. 42-ni 6-ya böləndə cavabımız 7 edir. 42-ni 7-yə böləndə cavabımız 6 edir. Yəni A və C variantları doğrudur. Bizdən doğru olmayanı soruşur. Burada doğru olmayan isə 3 vur 7 24. Xeyr. 24-ü 3-ə böləndə 8 qalır. 24 ümumiyyətlə 7-yə bölünmür. 3-ü də 7-yə vuranda 21 eləyir. Yəni burada 3 vurulsun 7 24 eləməyəcək. 3 vurulsun 7 21 eləyəcək. Yəni bizim B variantını cavab olaraq götürürük. Uşaqlar, burada baxırıq ikinci məsələnin həllinə. Oxuyuruq məsələni. Nuray lövhədəki hasili, bu Nuraydır. Lövhə də budur. Yazdığı misalda bizdən hasili soruşur və hasili elə bir, yəni cavabı dolay yollarla tapmaq istəyir, belə deyək. Yəni, hər hansısa ədədi hissələrə bölməklə vurub cavabı tapmaq istəyir. Yəni, qısa yolla getmir. 6 vur 7-nin cavabını tapıb yazmır. Baxırıq variantlara. 2 vur 7 eləyir 14. 5 vur 7 eləyəcək, deməli 35. Bunları toplayanda 6 vur 7-nin cavabı neçədir uşaqlar? Bilirik ki, 6 vurulsun 7 42 edir. Biz də baxın, buradakı cavabları toplayacağıq. 42-yə bərabər olan deməli variantı seçməliyik. 35-in üstünə 14 gələndə eləyəcək, hesablayaq. 4-ün üstünə 5 gələndə 9, 1-in üstünə 3 gələndə 4, yəni 49. A variantı 49 olduğuna görə cavabımız doğru deyil. Yəni 42 almalıyıq cavabı. Daha sonra deməli, daha sonra baxırıq. 2 vurulsun 6 bərabərdir 12. 4 vurulsun 6 bərabərdir 24. 12-nin üstünə 24 gələndə 2-nin üstünə 4 gəlir uşaqlar. 2-nin üstünə 6, 1-in də üstünə 2 gələndə 3. 36. Deməli, B variantı da doğru deyil. 42 cavabını almadıq. Baxırıq C variantına. C variantında da deyir ki, 6 vurulsun 3 18, 6 vurulsun 4 24 edir. Hissələri ayıraraqdan vurur. Cavabımız 42 olmalıdır. 18-in üstünə 24-ü gəlirik. 8-in üstünə 4 gələndə 2-yə 12. 2 yazırıq uşaqlar 1 yadda. 2-in üstünə 1 gələndə 3. Orada da 1 var idi. O da gəlir yanına 4. Deməli 42. Cavabımız 42. Yəni Nuray hissələrə ayırmaqla fərqli üsul ilə 42 cavabını C variantında olduğu kimi hesablayaraq tapa bilər.